istemiyorum. Çünkü oraya gedəndə həmin o yerə mənim bütün şəhərlərini, Şuşanı, Füzulini, Kəlbəcər, onların hamısını gəzərkən, yəni rahat gəzməmizi, heç kəsin məruz qalmadan, yəni orada rahat olmağımızı, dağların başında, yəni yolda gedərkən dağların başında Azərbaycan bayraqlarını görməyi, orada evlərin yenilənməsini, qədimi yerlərin qalmasını, tarix anlarının saxlanmasını, qorunmasını, bir çox böyük şəxsiyyətin görməkçilə bir yerdə mənim onların qəbirlərinin orada qalması, qorunması, saxlanması, oranı gəzməyi, Bülbülün evinin içərisində muzeyini gəzməyi, bunların hamısı mənim çox yəni böyük bir xatirə idi və bunu da heç vaxt yadımdan çıxarmayacağam. Maşallah, hamısı yadında qalıb, əla. Hə, Şəmsəddin, sən də demək istədin, buyur sən də. Mən yayda Çərşəhərdə gedmişdim. Hə, Şəmsəddin, buyur. Mən yay tətilində Çərşəhərdə gedmişdim. Orada xüsusilə də Qız Qalasını gördüm. Orada köhnə binaları gördüm. Ondan sonra çıxdım. Nə təəssürat, hansı hisslər yaratdı səndə? Təəccübləndim də, yəni keçmişə aid binaları görəndə. Ondan sonra çıxdım, getdim miniatür kitab oxumaya. Mən şəxsən orada olmamışam. Məsələn, təsvir edə bilərsən necə bir yerdir, nələr vardı? Orada köhnə bina, yaşayış binaları vardı. Mərmərlərdən mübarək idi. Ondan sonra isə Şimaşahlar Sarayı'na getdim. Yox, miniatür kitab evində deyirəm. Miniatür kitab evində isə orada balaca bazı kitablar vardı. Atatürk'ün Heydər Əliyev kitablar vardı. Onlara aid kitablar. Bəli, ondan sonra getdim Şimaşahlar Sarayı'na. Orada da yəni təəccübləndim oldu. Fəridə, sən hara getmişdin? Məndən Qaxa getmişdim. Hə, Fəridə, sən də buyur. Məndən Qaxa getmişdim. Orada çox sakitlik, ağacların altı, kölgəli, quşların səsi insanı rahatladırdı. Sonra iri suyun, yəni gölü, suyun səsi insanı daha da rahat edirdi. Hansısa şəlaləyə getdin orada? İri su mənim. Hə, həmin şəlaləyə. Şəkillərin var orada. Bəli. Göndərərsən baxın. Başqa hansı rayona getmirsən? Sonra Şəkiyə getdim mən. Orada nə qəşəng gəlir? Orada mənim öz əlləri, insanlar öz əlləri düzəldir, qolbaq, sonra seplər var idi. Almışdın. Seplər var idi, mənim almışdım burada. Çox qəşəng əl işlər var idi insanlar. Şəkidə sənətkarlar şəhəridir.